Başqa evə köçürtdülər bizi atamın işinə görə. Bəs sizin uğurlarınızı valideynlərinizdən sonra gördü, yəni ananız gördümü? Yəni siz deyək ki, filmə çəkiləndə, televiziyadakı çıxışlarınız, yəni heç olmasa gələcəkdə bu mükafatlar övladının bu işıqlı dövrünü görə bildinmi? Biz anamızı belə saxladıq əlimizdə. O bizə neynəmişdi? Mən demirəm ki, mənim borcum idi bunu eləməyə. Yox. Bir ana kimi. Mən artıq böyüdüm. 16 yaşından işlədim radioda. Həm institut oxudum, universitetdə, filologiya fakültəsində, həm də işlədim radioda. Radioda çox gözəl qonorarlarım oldu. Maaşımı, qonorarımı alan kimi gətirirdim, verirdim anama. Ki, nigaran qalma, bunu götür, ürəyin nə istəyir, bunu al. Özümdə əl boş gəlmirdim. Gələndə onun üçün buxanka çörək alırdım. Nə bilim, pesokunu alırdım. Konfet, pesok, qənd. Sonra mama şirin sal, şirin yiyinən səhərlər. Çox əziyyət çəkmirsən. Meyvə, meyvəsiz onu bir gün də mən meyvəsiz qoymazdım. Alırdım, gətirdim əvvəlcə. Anamın qapısını açırdım, onu verirdim, yedizdirirdim, sonra evimə gəlirdim. Sonra gördüm ki, anamın paltosu yoxdur, yazıq şalını salır çiyninə. Dedim, mən buna dözmərəm. Necə yəni, anam şal salır çiyninə, gedir bayra. Bir gün, sabahsı günü mənim xadnoyumdur. Gəldim aeroportda tək. Tez bilet aldım Moskvaya. Artıq ailə həyatı da qurmuşdum. Validə getmişdim. Validin də nasıl çox kasıb idi. Getdim Moskvaya. Moskvada düşən kimi üzbəyüzdə geyim dükanı vardı. Moskvanın aeroportu ilə üzbəyüz qəşəng dükanlar vardı. Girdim dükana, gördüm ki, belə balotna rəngində, burasında qəşəng belə mexi palto. Bir baxdım, ölçdüm, mamam da kök idi. Sonradan kökəlməyə başlamışdı. Aldım bunu anam üçün. Çıxdım bayra, dedim, vay, bunu aldım anam üçün. Bəs qaynamın yanında anama giyindirəcəyəm. Bu yazı qalacaq baxa-baxa. Bu da yoxsulluq çəkib yazıq, müharibə vaxtı. Onu da fikirləşmişsiniz. Hə, bu yazıq əzab çəkib. Mən bundan necə almayayım? Həminki paltonun kiçik razmerini boyu balaca idi. Kiçik razmerini də aldım bunun üçün. Baxdım ki, elə düz əyninin razmeridir. Hər ikisinə uyğunlaşdı. Hər ikisi uyğun, ikisinin də rəngi eyni. Buralarında qəşəng mexi, qəşəng belə qalın mexlər. Əsli qış paltosudur. Bunu da bunun üçün aldım. Ürəyim sakit oldu ki, xəcalət dahi çəkmərəm. Ayıbdır. Anama verəcəyim və bu yazıq ana deyil. Bu da müharibə vaxtı əzab çəkib, oğul böyüdüb, əziyyət çəkib, kasıbçılıq çəkib, gedib çörək dükanında işləyib. Əzab çəkib. Bəli. O da zülüm çəkib. Palto da bunun üçün aldım. Sonra gördüm orada batinkaları var, isti batinkadır. Buralarında da mexi var. Bunun da razmerini aldım, bunun da razmerini aldım. Bu ayaqqabıları da yüklədim sumkaya. Gəldim, oturdum aeroportda. İndi reysinin vaxtını gözləyirəm. Gördüm ki, hələ var vaxta. Ev yoxdur. Gec də olsa, ev yox. Minərəm savalyotada. Məsafəsi yox, bir şey yox. O aeroportun içidir. Gəldim, oturdum aeroportda. Bir də gördüm, elan verdilər ki, bizim reys düşür xoda. Gəldik, pasatkadır. Gəldim, mindim, paltoları götürdüm belə. Gördüm, orada da batinkalar var, zimli batinka. Dedim, bu nə qəşəng, burada batinkalar da var. Bunlardan da birini aldım. Birini aldım 38 razmer anama, birini aldım 36 razmer qaynama. Onları da qoydum saklayacıma. Gəldim, oturdum, sonra qayıtdılar ki, bu reis yola düşmür. Vay. Növbətimiz. Gecə saat 12-də yola düşəcək, reis dəyişimi. Demək, yox, otururum da burada, indi skameyka var, otururum, gözləyirəm. Bu neçənci ildir? Bu təxminən 61, 62 o illərdir. İşləyirəm də, həm də. Həm də işləyirsiniz. Qonorar da yəqin ki, yaxşı ki, siz onları Qonorarım da əla idi. Qonorarım həm radiodan idi, həm televiziyadan, həm kinostudiyadan. Həm də bir xoşbəxt an oldu ki, hər ikisini
onları bağışlasın və onların reaksiyaları maraqlıdır. Bəs nə? Gəldim anamı, ay Ofa, bu nədir? Bu boyda şeyi sən necə almısan? Hansı pul almısan? Dedim, amma qazandığım pul almışam da, mənə bağışlamayıblar ki. Pul vermişəm, almışam. Özü laf reisəyə yaxın almışam, deyirəm, aeroportdan almışam. Qaynama da verdim, o da sevindi. Ay Ofa, Allah səni xoşbaxt eləsin validlə. Mənim oğlum valla doşab alıb bal çıxıb. Sevindi bu da. Bu da sevindi yazır. Həm geyimlər oldu, həm də batinkalar da. Batinkalar da eyni başqa dükandan aldım. Gördüm vardım da alında öyle. Ayaqlarında da oldu. Ayaqqabı da. Hə. Arvadınki biraz balacıydı amma anamınki 38 razmer idi. Aldım, bunları da koydum. Biraz şirniyyat da aldım aeroportdan. Çantamı doldurdum. İndi otururam, reis dəyişdi. Qaldı gecə saat 1-ə. İndi mən oturmuşsam burada soyuqda axı. Özə təksiz. Özü tək. Danışmağa da adam yox. Nəysə oturdum, gözlədim. Bir də gördüm ki, elan verdilər ki, birin yarısı yola düşür. Bir də yox, birin yarısı. Mana gözəl. Mindim samalyota. Qəşəng bulan hədiyyələrini götürdüm, gəldim. Əli boş gəlmirəm. Qəşəng sakit gəldim. Gecə saat 3-də validə zəng elədim. Gəl aeroporta mənə qarşıla. O da gəldi, maşını ilə gəldi, mənə götürdü. Gəldim, elə... Bildi ki, bu şeyləri almışsınız? Bilir. Bunları da götürdü. Gələn kimi anama giyindirdim. Baxdı kakraz əyninə, ay Ofa, niyə əziyyət çəkmirsən? Ağladı sevincindən. Deyirəm, amma ağlamayı. Deyir, bu sevinç gözyaşlarıdır. Təsirlidir. Sevinirəm ki, böyütmüşəm sən o müharibə illərinə çıxmışsan. O çətin illəri keçmişik, indi qızım mənə gör nələr alır gətirir. Dedim, sənə təkcə almamışam, elə bu paltodan qaynama da almışam ki, gözü qalar yolda, yazıqlar var. Onu da göstərdim, yaxşı eləmişsən, savab iş görmüşsən, çox sağ ol, savab iş görmüşsən. Yoxsa ki, bunu mənə verəndə o yazıq arvad ağlamaz, oğul anası da. Deməli, mən də onu fikirləşdim ki, yazıqdır, niyə almayayım? Hər qadın da sizin kimi düşünməz ha, Ofelia xanım. Biraz diqqət vacibdir burada. Diqqət. Anama alıramsa, qaynanama da alım. Mütləq. Bu çox vacib məsələ. Mütləq. Ayaqqabıdan da eyni sapagidən aldım ki, ayaqları isti olsun. Çətin dövran idi də o dövrdə. Qaynananızla münasibətiniz həmişə yaxşı olub? Çox yaxşı olub. Çox. Çünki mənim ona yazığım gəlib. Çətinlikləri o da yaşayıb. Çətinlikləri yaşayıb. Mövzunu Allah rəhmət eləsin.